Allah'ın salamı olsun bu videomu görən analarımıza, bacılarımıza, qardaşlarımıza. Mənim sizə nə pisliyim keçib Allahın altında. Bir nəfər çıxıb, əgər burada desə ki, Elvinin mənə duadan başqa nəsə bir pisliyi keçibdi, mən bundan bu pisliyi görmüşəm. Nə desəz ona razıyam. Amma mən xalqımdan, millətimdən, Azərbaycanımdan sadəcə kömək, dəstək istədim. Ayaqda qalmağım üçün, yatağa düşməməyim üçün. Amma mənə deyilməyən söz qalmadı. Söydülər, lağa qoydular, gülüş simalikı atırlar. Niyə axı? Allah var da göydə, mən də Allah yaradıbdı. Xəstəyəm, göz qabağındayım, niyə lağa qoyursan? Gəl da, inanmırsan, gəl kiraya yaşayıram özüm. Ailəmlə, evladım var, evlad böyüdürəm. İstəmirəm ki, balamın gözünün qabağında yatağa düşüm. Nə olar ki, məni anlayın. Gözəl xalqım, bu video qabağına çıxıbdısa da dəstək olun. Əgər dəstək ola bilmirsinizsə də Allahın altında dua edin mənim üçün. Bəyənin, yorum yazın mənim üçün. Nə olar ki, Allaha da xoş gəlir.